Salam əziz 9-cular. Bu günləri 12 aprel tarixində keçirilən buraxılış imtahanının suallarına baxacağıq. Dinləməmiz olmadığına görə onun suallarının cavabını daha sonra dinləmə tapıldıqdan sonra baxa bilərik. İlk öncə gəlin short tekstimizdən başlayaq. Short tekstimiz nədən ibarətdir? Dear story writers, are you interested in learning more about literature? Join our Basics of Literature course this Saturday at 10 a.m. You will discover easy methods to write stories for kids. The course is open to everyone above the age of 18. Don't miss this chance. Improve your skills, sign up and attend the course without any payment. Sincerely, the community only for kids. Burada bizi lazım olan əsas qeydlərimizi götürək ki, hansı belə deyək, zamanları işlədib. Deməli, saat 10-da, bu şənbə günü saat 10-da keçiriləcək. Mövzu isə hörmətli hekayə yazarlardır, yazıcılar. Ədəbiyyat haqqında daha çox məlumat əldə etmək istəyirsiniz. Bu şənbə günü saat 10-da keçiriləcək ədəbiyyatın əsasları kursumuza qoşulun. Uşaqlar üçün hekayə yazmağın asan üsullarını kəşf edəcəksiniz. Kurs 18 yaşından yuxarı olanlar üçündür. Hər kəs üçün asılı. Bacarığınızı artırmaq üçün bu şansı qaçırmaq, qeydiyyatdan keçin və heç bir ödəniş etmədən kursa qatılın. Bir gəlin indi variantlarımıza baxaq. The community organized a free course for story writers. Bu elə düzgün cavab. Çünki deyir ki, yalnız icma hekayəçilər üçün pulsuz kurs təşkil edirdi. Burada da görürük ki, sonunda elə pulsuz yazılıb. B-yə baxırıq. The course will help kids to improve their storytelling skills. Deyir ki, kurs uşaqlara hekayə danışmaq bacarığını inkişaf etdirməyə kömək edəcək. Story skills. Bu uşaqlara deyil daxı. C variantı icma, the community wants to teach kids how to write a story. İcma uşaqlara hekayə yazmağı öyrətmək istəyir. D variantında isə deyir, the course will take place hər şənbə günü deyir. İllik olmayana hər şənbə günü deyilmirdi. Yalnız bu şənbə günündən söhbət gedirdi. Basic of Literature course requires a small amount of payment. Ədəbiyyat kurs kiçik bir ödəniş tələb edir. Sadəcə biz ödənişsiz idi kursumuz. Ona görə A variantımız doğrudur. Növbəti tapşırığımıza baxırıq. Növbəti tapşırığımızda da yenə qısa tapşırıqdır, qısa hekayədir. Dear customers, we would like to inform you that our shop will close early today at 5 p.m. for deep cleaning and construction. Please make sure to finish your shopping before it. Thank you for your understanding. Best regards, shop manager. Hörmətli müştərilər, nəzərinizə çatdırmaq istəyirik ki, mağazamız bugün saat 17-də bağlanacaq. Burada biz dərindir, təmizlik və tikinti işləri ilə əlaqədar olaraq bugün tez bağlayacağıq. Zəhmət olmasa alış-verinizi bundan əvvəl bitirməyinizi bitirdiyinizə əmin olun. Make sure, əmin olmaq. Hörmətlə mağaza meneceri nə deyir? Customers can start shopping after. 5-dən sonra deyir, sabah başlaya bilərlər. Xeyr. Customers are asked to finish shopping till 5 p.m. Müştərilərdən alış-verişi saat 17:00-a qədər bitirməyi. Burada nədir? Qədər. Till. Bitirməyi xahiş edir. Bu ola bilər. Bunu saxlayırıq. The shop manager announces discount for tomorrow. Müştərilər, mağaza müdürü sabah üçün indirim. Discount indirim deməkdir. Burada indirimdən söhbət getmədi. Tomorrow the shop will be closed the whole day. Bütün günü deyir, bağlı olacaq. Amma burada deyirdi ki, yalnız 5-dən sonra. The construction will last till tomorrow. Sabah axşama qədər deyir,
Təmir davam edəcək. Tikinti, xeyr, burada da belə mənim yoxdur. Elə B variantı doğrudur. Növbəti tapşırığımıza baxırıq. Növbəti tapşırığımızda isə Dear Sarah, əziz Sara, thank you for helping me with my maths homework last week. Keçən həftə mənim riyaziyyat ev tapşırığına mənə kömək etdiyi üçün təşəkkür edirəm. I did well on the test because of your help. Mən sizin köməyiniz sayəsində imtahanda yaxşı nəticə göstərdim. Next week I will have final exam in science. Gələn həftə elm fənnindən yekun imtahanım olacaq. Gəlin, let's meet soon to study together again. Gəlin tezliklə yenidən birlikdə oxumaq üçün görüşək. Best wishes on Emma. Deməli, Emma yazır kimə? Saraya. Sarah wants to meet Emma next week to do homework. Sarah istəyir Emma ilə gələn həftə görüşməyi. Axı burada Emma istəyirdi, ona görə bu səhvdir. Emma asks Sarah to help her to study science. Emma xahiş edir Sarahdan, ona elm fənnindən kömək etməyi xahiş edir. Emma deyildi bu. Emma received a high score in science homework. Emma elm tapşırığına yüksək bal toplayıb. Bu Emma deyildi, Sarah idi. Emma idi, amma elmdən yox, məsizdən idi. Emma helped Sarah to be successful at maths. Bir dəqiqə bunu silin. Burada adları yenə qarışıq saldıq. Burada deyir ki, bunu saxlayaq. Burada maths, riyaziyyat fənnindən idi. Emma yaxşı nəticə göstərmişdi. Emma helped, Emma Saraya kömək edib deyir. Yaxşı nəticə əldə etsin. Emma helped Sarah to be successful at maths. Emma Saraya kömək edib, riyaziyyatda yaxşı. Emma yox, Sarah kömək etmişdi. Ona görə bu səhvdir. Sarah wishes Emma to achieve success at maths. Sarah Emma'ya riyaziyyatdan uğur qazanmasını arzulayır. Bu arzulamırdı, ona kömək etmişdi artıq. Burada hansı qaldı? Emma asks Sarah to help her to study science. Bax, B variantı doğrudur. Emma Sarahdan xahiş edir ki, gələn həftəki elm fənnindən ona kömək etməyi xahiş edir. B variantı doğrudur. Növbəti tapşırığımıza baxaq. Mətindir. Mətin nədən ibarətdir? Gəlin oxuyaq ilk növbədə. Drakonlar haqqındadır. Okay. Komodo dragons are one of the largest animals on Earth. Komodo əjdahaları yer üzərindəki ən böyük heyvanlardan biridir. It is believed that Komodo dragons came from Australia to Indonesia thousands of years ago. İnanılır ki, Komodo əjdahaları 1000 illər əvvəl Avstraliyadan İndoneziyaya gəlmişdi. Güman etdiyinə inanılır. These animals can grow up to 3 meters. Onlar 3 metrə qədər, 3 metrə qədər böyüyə bilər. They are also heavy. Onlar həmçinin nədirlər? Ağırdılar. They can be about the same weight as a panda bear. Onlar həm də onlar panda ayısı ilə eyni ölçüdə ağırlıqda ola bilərlər deyir. Komodo dragons have an excellent sense of smell. Komodo əjdahalarının əla iyləmə qabiliyyəti var. They use their tongues instead of their noses to smell. Onlar qoxlamaq üçün burunlarından deyil, dillərindən dillərindən edirlər. Komodo dragons are very good hunters. Komodo əjdahalar yaxşı ovçudurlar. They can see the animal which they want to hunt from 4 kilometers away. Onlar ovlamaq istədikləri heyvanı 4 kilometr uzaqdan görə bilirlər. And they are known for their dangerous hunting way. Onlar təhlükəli ov üsulları ilə tanınırlar. And they are known for they have poison in their mouths that can kill the animals they hunt. Onların ağızlarında heyvanları öldürə biləcək zəhər var. There is an interesting fact that Komodo dragons can also can one another. The larger ones can eat the smaller ones. Maraqlı bir fakt da var ki, Komodo əjdahaları da bir-birini vura bilir. Daha böyükləri kiçikləri bilirlər?
yeyə bilirlər deyir başqa birini. Aha, sonra deyir ki, Komodo dragons may soon longer exist. Komodo tezliklə yox ola bilərlər. Exist yox olma təhlükəsi. They usually stay away from people. Onlar da adət insanlardan uzaq dururlar. Volcanoes, earthquakes and fires are dangerous for these animals. Vulkanlar, zəlzələr və yanğınlar bu heyvanlar üçün təhlükəlidir. To protect them, Komodo National Park was created in 1980. Onları qorumaq üçün 1980-cı ildə Komodo Milli Parkı yaradılmışdır. This park includes several islands, Indonesia və Komodo dragons live. Bu parkda Komodo əjdahalarının yaşadığı İndoneziyanın bir neçə adası var. Okay, mətin artıq məlum oldu ki, nədən danışır. What's the passage mainly now about? The nature of Australia, Australiyanın təbiəti haqqında. Hunting ways of Komodo dragons. Komodo əjdahaların ov üsulları. The Indonesian island, İndoneziya adaları. One of the biggest animal. Ən böyük heyvanlardan biri. And a good sense of smell. Yaxşı bir qoxu hissi. Elə D variantı daha uyğun gəlir ümumi mətnə uyğun olaraq. Növbəti tapşırığımızda, 9-cu tapşırığımızda isə suala cavab verin. Özü doğru suala cavab verin. How do Komodo dragons hunt? Komodo əjdahaları necə ovlayırdılar? Bu haqda məlumat verdilər. Komodo dragons hunt other animals from a long distance. Komodo əjdahaları digər heyvanlar uzaq məsafədən ovlayırlar. Onlar görürdülər onlar. Komodo dragons use their noses to find other animals. Burunlarından istifadə edirlər digər heyvanları tapmaqda. Xeyr, onlar dillərini istifadə edirlər. They give the animal to smaller Komodo dragons to kill. Deyir, heyvan öldürmək üçün kiçik Komodo əjdahalarına verirlər. Smaller Komodo dragons help larger ones. Balaca, daha kiçik Komodo əjdahaları daha böyüklərinə kömək edir. Belə bir şey yoxdur. They use poison in their mouths to kill animals. Onlar deyir, öz dillərin ağzındakı zəhərdən istifadə edirlər heyvanları öldürmək üçün. Bu daha doğru variantımızdır. Komodo dragons, Komodo əjdahaları necə ilə? Keep 4 kilometers distance from each other. Bir-birindən 4 kilometr aralıda deyir, dayanırlar. Bunlar görürlər, belə deyib, ovlarını. All light in weight. Çəkisi azdır deyir. Can grow up to a meter. 1 metr kimi deyir. Burada 3 metrə qədər böyüyürlər. Have a sense of smell in their tongues. Dillərində deyir, nəyi var idi? Oxu bilmək qabiliyyəti var. Don't attack each other. Bir-birinə hücum etmirlər. Xeyr, ola bir-birini də hətta yeyirdilər. Böyüklər balacaları yeyirdi. Növbəti tapşırığımızda isə deyir ki, mətnə uyğun olaraq yanlış cavabı seçirik. Komodo dragons come from Indonesia. Komodo əjdahaları İndoneziyadan gəlmişdi. Xeyr, o Avstraliyadan gəlmişdi. Natural disasters are dangerous for Komodo dragons. Təbii fəlakətlər Komodo əjdahalar üçün təhlükəlidir. Bəli, bu var idi. Komodo dragons are in danger of losing their lives. Komodo əjdahalar həyatlarını itirmək təhlükəsilə üz-üzədirlər. Bəli, bu da var idi. Komodo dragons live in Komodo National Park. Komodo əjdahaları Milli Parkda yaşayır. Bu da vardı. The length of Komodo dragon can be about 3 metr və 3 metrə qədər uzunluğu ola bilər. Bunlar vardı. Deməli, elə A variantı nədir? Doğru variantımızdır. Növbəti tapşırığımız isə 2 variant seçməliyik burada. Və deyir ki, hansı mətnə uyğun hansı doğrudur. Komodo National Park was created at the end of the 20th century. 20-ci əsrin deyir sonlarında açılmışdı. Burada neçənci il idi? 1980 idi. Bəli, bu da elə bu 1980 bəli sonlarına yaxındır. Komodo dragons are very friendly and with people. İnsanlarla deyir çox mehribandılar. Xeyr. All Indonesian islands are included to Komodo National Park. Bütün Indoneziya adalar Komodo Milli Parkına daxildir. Yox, bəziləri deyirdi burada. Baxın, deyirdi ki, several, bir neçə. And Komodo dragons are under protection. Komodo əjdahaları deyir, qorunurlar. Bəli, 1-4 nədir elə doğru variantdır.
Növbəti tapşırığımızda isə sözləri mənalarına görə məç edirik. Annoy bezdirmək, frighten neyləmək? Qorxutmaq. Prove da nədir? Sübut etmək deməkdir. Burada üzərindəkini silək. Aha. Burada isə hansına uyğundur? To show that something is true. Nə isədir? Sübut etmək, doğru olduğunu sübut etmək. 3A. 3A. To make somebody a little angry. Kimsə biraz hirsləndirmək. Bu narahat etmək. Kimsə biraz əsəbləşdirmək mənasında. Frightened nə idi? Qorxutmaq idi. Kimsə bir qorxunc hiss etmək, o da C variantıdır. Deməli, 1B, 2C, 3A D variantı ilə doğrudur. Növbəti tapşırığımız bağlayıcılar, əvəzliklərdir. Book yazılıb, kitab var. İkinci tərəfdə isə isimsiz işlənəndir. Birinci tərəfdə isimli və ikinci tərəfdə isimsiz işlənəndir. Mayından sonra isim işlənmir. Burada isə ikinci B variantında maydan sonra mütləq isim gəlməlidir. Ona görə yoxdur. C variantında da Z sözündən sonra o isimlə işlənəndir. Yəni aslı formada olmaz. D variantında hər iki tərəfi müstəqil verib olmaz. E variantında isə his üzündən sonra isim gələ bilər, amma mayından sonra isim gəlmir, boşluq var. E variantı doğru variantımızdır. Qrammatika hələ ki yaxşı gəlir. Antonim. Verilmiş cümlədəki sözün noisy sözünün antonimi nə olacaq? Əlbəttə ki, quiet sözü olacaq. Burada da big böyük deməkdir, short qısa, quiet səssiz, long uzun, dirty isə çirkli deməkdir. C variantı ilə doğru variantımızdır. Bir dəqiqə. Aha. C variantı doğrudur. Aha. Singer his new song at the moment. At the moment indiki davam edici zamanın zaman zərfi olduğuna görə, singer də təkdə olduğuna görə is singing olmalıdır. A variantı doğrudur. Was singing keçmiş davam edici, sən keçmiş qeyri-müəyyən, sing indiki qeyri-müəyyən, has sung isə indiki bitmiş zamandır. Növbəti tapşırığımız isə çox sadədir. As bağlayıcısı bilirik ki, as adi dərəcədə işlənir. Ona görə the most is belə ümumiyyətlə üstünlük dərəcəsidir. Bu da üstünlük, bu yanlış variantdır. Müqayisə dərəcəsi Y variantı isə adi dərəcədə sifətlər heç bir şəkildə gəlmir. Y variantı doğrudur. 18-ci tapşırığımızda isə who was your 18th grade teacher? Kim olub deyir sənin deyir 4-cü sinif müəllim? She was Mrs. Smith. O Mrs. Smith idi. Why olmaz, nə üçün? Where, hara, what, nə? How, necə deməkdir? Burada müəllimin kim olduğundan söhbət getdiyinə görə C variantı doğrudur. She decided, decided qərar verməkdir və ondan sonra məstər tuna işlənən feillər gəlir. Burada baxaq görək. To sell her house which is in Qazax. O deyir qərara gəlib ki, Qazaxdakı evini satsın. Növbəti tapşırıqda isə sell olmaz, not to sell olmaz. She decided not to sell. O deyir qərara gəldi ki, öz qərara gəlmədi deyir, satmasın deyir evini. Ona görə 15-ci sualımızda da bir üçüncü variant, bir üçüncülər doğrudur. Çünki decided to do olur və decided not to do kimi istifadə olunur. 20-ci tapşırığımızda isə bir tərəfi inkarda, bir tərəfi isə təsdiqdə verilib. Burada isə hansı bağlayıcımız işlədəcək? Deyir, we played very well. Biz çox yaxşı oynadıq. But didn't win. Amma deyir, qalib gəlmədik. C variantı doğrudur. Növbəti tapşırığımızda isə söz önləridir. Apostrof esli şəxslər işlətdikdə müsə bilirdik ki, burada ət işlənir və 2 həftə boyunca deyəndə isə fo sözündən istifadə edilir. B variantı doğrudur. Növbəti tapşırığımız isə passive voice-dədir. Hansı doğru passive voice-dir? I like to listen to music. Mən deyir, musiqi dinləməyi sevirəm. Bu
indiki sadə zamanda olan bir testdir. Biz bilirdik ki, məchul növlər it is, there is bu formada başlamır. I was offered a new job. Mən deyir, yeni bir iş təklif etdim. Kimə? O bilinmir. The baby slept a lot after a long time. Burada əgər slept-dən əvvəl was olsaydı və yaxud is olsaydı, hətta məchul növdə olardı. Bu da deyil. I drink milk every night. Mən hər axşam deyir. Bu da drunk olmalıdır. Zamanında uyğun gəlməyib. C variantı elə ən mübtəda və oradan köməkçi feil və keçmiş qeyri-müəyyən zaman. C variantı doğrudur. Növbəti tapşırığımız da qrammatika suallarımızdır. Doğru variantı seçirik. One of the tables is newly painted. Burada isə biz görürük ki, mübtəda xəbər uzlaşmasından söhbət gedir. Mübtəda xəbər uzlaşmasına uyğun olaraq da biz bilirdik ki, one of-dan sonra tək xəbər işlənir. Ona görə is nə? The cost of this construction is too high. Burada da cost təkdədir. İzlə işlənib, düzdür. Of-dan əvvəlkinə baxırıq. George and I. George və mən 2 nəfər deyə was yox və olmalıdır. The pages of this book is yazıb. Burada da of-dan əvvəlkinə baxırıq deyə. Pages cəmdə olduğuna görə is yox, a olmalıydı burada da. Ona görə 1-2 variantımız elə doğrudur. Növbəti tapşırığımız da yenə definitionlarımızdır. Definitionlarımızda necə, burada sadəcə biz açıq olduğuna görə biz qruplaşdıracağıq. Nə deyir? Worry, narahat olmaq, qışqırmaq, cover, örtmək. Make a loud high cry that shows you are afraid or hurt. Burada elə A variantı doğru yazıb. To feel that something bad will happen or has happened. Hansısa bir şey deyir, nə haqqında deyir, nəsə baş verəcək deyir, narahat olursan. Bad bir şey, pis şey haqqında. B variantı. To put one thing over another thing, hide it or keep it safe or warm. Nəyisə deyir, örtmək deyir, nəyisə istilətmək üçün. Bu da elə C variantı doğru yazıb. Bunları silim, hər birinə plus qoyum ki, yəni yazılan variantlar doğru variantlardır. Növbəti tapşırığımızda isə 1B, 2A, 3C D variantı yazanlar 24-də doğrudur. Choose the words negative meaning, yəni mənfi məna verən, belə deyim, sözləri seçəcəyik. Embarrassed nə deməkdir? Bir-bir. Tamam, tədirgin hiss eləmək özünü. Sonra peaceful sözüdür bu. Peaceful, sülh. Dinc. 3-də confident, arxayın. Creative, yaradıcı. Disrespectful, hörmətsiz deməkdir. Dinc, arxayın, yaradıcı, bunlar müsbət məna kəsb edir və yəqin ki, burada mənfi məna utanmaq, narahat etmək və 1-5-i yazanlar doğrudur. Şəkil üzrə tapşırığımızda isə burada görürük ki, birinci şəkildə ailə bir çantaya yığılış edir və harasa gedirlər və maşının arxasına qoyduqları çantanı təyin olan məntəqəyə çatdıqda görürlər ki, yoxdur. Daha sonra onlar hara gedirlər? Yəqin ki, bura bazara gedirlər. Burada isə gəlin yazılanlara baxaq. One sunny as well as beautiful day finally decided to go picnic, so they took their basket, a bowl for picnic. They took all the thing. Bunu məsələn başqa cür də yaza bilənlər varsa da, bu formada yazmayıb, başqa formada da yazan varsa, onlar da doğru yazmış sayılır. Çünki bir gün, məsələn üçün bu qədər daha yaxşı bağlayıcılarla yaza bilməmisinizsə, narahat olmayın. It is a sunny day, belə də yazmışsınızsa, narahat olmayın. Düzgün cavab yoxlanışdan sonra əsas odur ki, mətni məntiqi olaraq
ardıcıllıqla bir-biri ilə təmin edəsiniz. Mətn ardıcıllığı bir-birinin ard-arda məntiqi əlaqə qursun, bağlayıcıları doğru olsun. Məsəl üçün belə də yaza bilərik. The family decided to go on a picnic on a sunny day. They prepared food and put everything in a basket. They went to the park by car. Maşınla getdilər. When they arrived, they realized they forgot something, so they went back home. Da evə qayıtdılar. They went to the supermarket deyək məsəl üçün. Bu formada da yazmısınızsa doğrudur. Hər birinizə uğurlar. İnşallah hamınız yaxşı nəticə qazanasınız.